Dəyərli abituriyentlər, belə bir sual izahına baxırıq. Demək, X mol karbon monoksidimiz var əlimizdə və oksigenlə reaksiyaya daxil olur və buradan karbon dioksid əmələ gəlir. Demək, reaksiyanı əmsallaşdırırıq. Başlanğıcda X mol karbon monoksid və Y mol oksigen reaksiyaya daxil olub və bizə deyir ki, reaksiyasında oksigen tam sərf olunur. Əlbəttə ki, başlanğıcda X mol, Y moldur. Sərf olunan oksigen tam sərf olunur. Əgər oksigen Y mol sərf olunursa, deməli 2Y molda karbon monoksid sərf olunacaq və 2Y molda karbon dioksid alınacaq. Və karbon monoksid başlanğıcda X idi. 2Y sərf olundu. X minus 2Y mol artıq qaldı. Oksigen başlanğıcda Y mol idi. Y molun hamısı sərf olundu, bitdi. Və karbon dioksid isə 2Y mol alındı. Alınan qarışığın orta molyar kütləsi 40 olarsa, alınan qarışıq əlimizdə X minus 2Y mol karbon monoksid var və 2Y mol da karbon dioksid var. Artıq əlimizdə olan qaz qarışığı budur. Alınan qaz qarışığının orta molyar kütləsi bizə deyir 40-a bərabərdir. Yəni M ortası bərabərdir 40-a. Biz xaç solundan da istifadə edə bilərik və yaxud da M ortanın düsturunda da qoya bilərik. Deməli, karbon monoksid, karbon dioksid M ortası 40-dır. Bunu xaç formasında çıxırıq. 44-dən karbon dioksid 44-dür. 40-ı çıxanda 4 qalır. 28-dir. 40-ı çıxanda 12 qalır. Deməli, 1-in 3-ə nisbətində daxil olub. Deməli, 1 nisbəti, yəni X minus 2Y mol. 3 nisbəti isə 2Y, bu 1-dir. Deməli, 2Y də bərabərdir buradan 3-ə. Buradan X-i 2Y-i X-la əvəz eləsək, buradan X bərabər olur. Demək, 4-ə. Y də bərabər olur. Deməli, X-imiz 4 tapdıqsa, X-imiz 4-dürsə, Y-imiz də olur, deməli, nə qədər? 1,5. 1,5. Bu qədər. Elə Y-imiz buradan da tapa bilərdik. Y 1,5-dir. Yerinə də qoyduq. Və salam. Biz artıq X və Y-i tapmış olduq. Əlimizdə X və Y mol başlanğıc mollar var. Bizə deyir ki, X bölünsün Y-i müəyyən edin. Yəni, X bölünsün Y, bu da bərabərdir. 4 bölünsün 1,5, bu da eləyir 4 böl 1,5, yəni 8 böl 3. 8 böl 3 nisbəti cavab A variantı.